Salam əziz izləyicilərimiz, bu videomuzda sizinlə dərs keçməyəcəyik, dərsdən daha mühüm olan bir şey öyrənəcəyik, dərsdən daha mühüm olan bir vəsaitlə tanış olacağıq. Yəni çox möhtəşəm bir şeydir. Onun daxilində dərs deyil, yüzlərlə dərslər var və siz onlardan faydalana biləcəksiniz. Yəni bugün haqqında söhbət açacağımız şey Magistrol Tədris Mərkəzinin ilk tətbiqidir və artıq öz telefonlarınızdan daxil olaraq Play Marketdən onu yükləyə bilərsiniz. Yükleme qaydasını göstərək, daxil olursunuz Play Marketə. Axtarış yerinə Magistrol yazırsınız. Baxmayaraq gördə çıxır, biz özümüz yazaq. Magistrol. Axtarış verirsiniz. Və ilk sırada gördüyünüz proqramı yükləyirsiniz. Yükləyək biz də proqramı. Proqramımız artıq yükləndi və istifadəyə hazırdır. Açaq proqramımızı daxil olaq və onun bölmələri ilə tanış olaq. Magistrol, bizim də o Magistrol salamlaması ilə sizi salamlayır. Proqram açılışında icazə verirsiniz, telefonunuzdan istifadə etməyin, narahat olmayın, Magistroldan sizə zərər gəlməz. Burada bəzi bölmələr var, ümumi bölmələrlə tanış olaq. Gördüyünüz bəzi bölmələr və digər səhifələr də var. Digər səhifələr, indi bu səhifələrin sayı da artacaq. Yəni növbəti update-lərdə, proqramın növbəti yeniləmələrində bu səhifələrin və bölmələrin sayı artmış olacaq. Hal-hazırda burada nə görə bilirsiniz? Birinci hissə magistrol.com-dur. Siz sayta daxil olmadan sayt yaranan gündən bu günə qədər olan bütün materiallara baxa, oxuya, yükləyə bilərsiniz bu tətbiqimiz vasitəsilə. Daxil olaq Magistrol bölməsinə, ev işarəsi olana. Baxın, burada nə qədər məlumatlar və bölmələr var. Onların hamısından siz istifadə edə bilərsiniz. Sonuna qədər səbirlə gözləyib izləyə bilsəz, yəni axırına qədər gedib çıxa bilsəz, magistrol.com saytı yaranan gündən bu günə qədər nə qədər material varsa hamısı buradadır. Hamısını bir-bir tapa bilərsiniz. Məsəl üçün son yüklənənlərdən biri klub suallarınızda daxil olursunuz. Burada məlumat falan var yuxarı hissəsində, videolar var. Videoları buradan açaraq baxa bilərsiniz. İstənilən hansı videonun üzərində klikləsəz, həmin video sizə göstəriləcək. Əgər telefonunuzda YouTube varsa birbaşa YouTube'a keçid eləyəcək. Baxın, birbaşa YouTube'a keçid eləyir. Bizdə paroldadır, açaq parolunu. Telefonun parolunu da öyrənmiş oldunuz, geri gəlmişkən. Yox, əgər telefonunuzda YouTube yoxdursa, narahat olmayın. Elə proqram birbaşa özü sizə göstərəcək həmin videonu. Heç YouTube'a keçməyə ehtiyac qalmayacaq. Sayt bölməsi haqqında bu qədər. Yuxarıdakı düymə vasitəsilə geri qayıda bilərsiniz. Yəni saytda yüzlərlə, bəlkə 100-dən daha çox materiallar var, testlər var, PDF materiallar var, sonra qısa kurslar var, proqramlar var, video dərslər var, motivasiya materialları var xeyli sayda. Bunların hamısını sayta daxil olaraq istifadə edə bilərsiniz. Geriyə qayıdırıq yuxarıdakı bu üç düymə vasitəsilə. Birinci oldu magistrol.com. İkincisi video dərslər bölməsinə daxil olaraq bizim YouTube kanalımızda olan bütün videoları buradan izləyə bilərsiniz. Yeni yüklənən, köhnə yüklənən bütün videoların hamısını buradan izləyə bilərsiniz. Yenə də istənilən videonun üzərində baxmaq istədiniz, istənilən videonun üzərində klikləyərək videonu rahatlıqla izləyə bilərsiniz. Növbəti Facebook bölməsi bizim Facebook səhifəsində paylaşılan yeniliklərdən xəbərdar olmuş ola bilərsiniz. Yəni xəbərdar ola bilərsiniz. Nələr var Facebook səhifəmizdə? Bunların hamısını Facebook'a daxil olmadan bu proqram vasitəsilə girib izləyə bilərsiniz. Bu da bizim Facebook tətbiqimiz. Növbəti şəkillər bölməsində Magistrolla bağlı şəkillər yerləşdiriləcək. İndi sadəcə dərs otaqları, dəhliz və s. bu kimi bəzi şəkillər yer alıb burada. Girib onları izləyə bilərsiniz, tanış ola bilərsiniz. Gələcəkdə sınaqlar, seminarlar və s. bu kimi şeylərlə bağlı şəkillər də burada yer almış olacaq, yeni şəkillər. Aşağı hissədə suallar da var, bəzi sual şəkilləri də var, onları da girib işləyə bilərsiniz. Yəni təhsili burada da unutmamışıq şəkillər bölməsində də. Sonra əlaqə bölməsi, Magistrolla əlaqə saxlamaq istəyirsinizsə, hər hansı bir məlumat və yaxud hazırlıqla bağlı nəsə sizi maraqlandırırsa, əlaqə bölməsinə daxil olaraq Magistrolun əlaqə nömrələrinə zəng eləyə bilərsiniz və yaxud birinci nömrənin WhatsApp-ı da var, ora daxil olub bizə WhatsApp-dan da yaza bilərsiniz və yaxud Facebook, e-mail vasitəsilə də bizə yaza bilərsiniz bu tətbiq vasitəsilə. İstənilən nömrənin üzərinə, əgər sizdə hansı mobil operatordursa, onun üzərinə vurursunuz. Birbaşa gəlir telefonunuz və zəng düyməsini vurursunuz, birbaşa bizə zəng eləyə bilərsiniz bunun vasitəsilə. Çox rahat, yəni Magistrolla əlaqə saxlamaq, proqrama daxil olursunuz, əlaqə bölməsinə girirsiniz, hazırdır. Artıq Magistrolla əlaqə qurdunuz. Xəritə, Magistrola gəlmək istəyirsiniz. Xatırladım ki, qapılarımız hər zaman bütün tələbələrimizin və tələbəmiz olmayan bütün magistra hazırlaşanların, ümumiyyətlə hazırlaşmayanların da hər kəsin üzrə açıqdır. İstənilən vaxt gələ bilərsiniz, çayınızı içə bilərsiniz, qonağımız ola bilərsiniz. Burada Magistrola gəlmək istəyirsiniz, xəritədə Magistrolu tapmaq istəyirsiniz. Bir də göstərim təkrar, xəritə bölməsinə girirsiniz. Birinci bu yazının üzərində klikləyirsiniz.
Burada xəritədə sizə Magistrolun yerini göstərir. Yəni konkret olaraq böyüdüb xəritəni də baxa bilərsiniz. Hardan gəlirsiniz, hara gedirsiniz. Əgər tapa bilməsəniz, yenə burada yuxarı tərəfdə əlaqə nömrəsi var. Oradan əlaqə yarada bilərsiniz. İnşaatçılar prospekti 22 Xalq Bankın arxa tərəfində Elmlər Akademiyası metro stansiyasının yaxınlığında. Yox, əgər birbaşa sizə konkret yolu göstərmək lazımdır, yön tarif alın düyməsinə klikləyirsiniz. Birbaşa sizə olduğunuz yerdən Magistrola qədər xətləri çəkir, deyir ki, hardan, hansı şəkildə getmək lazımdır. Biz hal-hazırda çox yaxınlıqdayıq və ona görə 1 dəqiqəlik məsafəniz var deyir bizə. Biz o qədər də vacib deyil. Belə. Buradan yön tarif və yaxud e-mail göndərə bilərsiniz buradan bizə. Bunlar digər əlaqə bölməsində də var, ona görə çox da qalmayacağım bu hissədə. Xəritədə Magistrolun yerini rahatlıqla tapıb birbaşa buranın istiqamətini ala bilərsiniz. Növbəti hissəyə keçək. Sola doğru sürüşdürürsünüz. Belə deyəsən, belə. Sola doğru sürüşdürürsünüz. Təqvim bölməsində nələr var? Türkçə qalıb adları gərək onları dəyişdirək. Təqvim bölməsində nələr var? Təqvim bölməsinə daxil olub siz Magistrolda qarşıdan gələn tədbirlər haqqında məlumat ala bilərsiniz. Məsəl üçün 4 sentyabr tarixində, qarşıdan 4 sentyabr tarixində bizim sınaq imtahanımız var. Onun haqqında buradan məlumat ala bilərsiniz. Geri qaydaq. Sınaq imtahanlarımız olacaq burada çoxlu sayda. Hal-hazırda 3 dənəsi var. Məntiq, informatika və ingilis dili sınağı. Daxil olursunuz. Bunun üçün sizə Gmail-də bir dənə Google hesabı lazımdır. Buradan giriş edib sınağı rahatlıqla işləyə bilərsiniz. Detallarını çox da varmayacağam. Hər halda Gmail-iniz varsa girib rahatlıqla sınaqları işləyə bilərsiniz. Dərhal anlıca cavablarınızı görə bilərsiniz. Tətbiqimiz haqqında bu qədər. Tətbiqimiz günlər keçdikcə daha da yenilənəcək, daha da mükəmməlləşəcək. Hələlik bu 1.0 versiyasıdır. İlerleyen günlərdə daha möhtəşəm bir forma, möhtəşəm dizayn almış olacaq. Belə də pis deyil, yəni rahatlıqla istifadə edə bilərsiniz. Onsuz da belə də möhtəşəmdir. Daha da ekstra möhtəşəm olacaq yaxın günlərdə. Bu videoluq bu qədər. Sağ olun. Növbəti videolarımıza qədər.